Salam aleyküm, hardayam? Hökməli məktəbinin bağçasının, nə bilim, məscidin düz yanındayam, mərkəz yerdə. 5 sotun içərisində 36 min manat, bəli, 36 min verirsən, bir dənə sənə 5 sotda 3 otaqlı ev verirəm. Həyət bacaya bax, həyət baca çox genişdir də, yəni çox böyük həyəti var. 5 sotdan çoxdur ya, 6 sota yaxındır, mən prosto 5 deyirəm. Sonra gəlib səhv diyorsunuz ki, o 100 kvadrat belə getdi, 10 kvadrat belə getdi. Yəni aşağısı 5 sot. Burada ayrıca bir dənə də ev tikə bilərsən. İndi onu gör nəyin deyəcəm. Buradan ayrıca kod veriləcək. Bax, oradan sənin yolundur, yolun. Plus burada artırması da var. Burada artırması da var. Bir dənə qoşadaş bir otaqda artırılıb. İndi içəridən baş salacağım sizə. Həyət bacaya bax, çox böyükdür də. Yəni burada mərkəz kanalizasiyaya qədər var. Yəni keçək bax, düz məscid. Yəni görsənir. Yəni yeri çox, mərkəz yerdədir də buraların. Həyətin ağaclar, nə istəsin var. Yəni köhnə tikililərdən də prosto hər şey baş salacağım. Yaşayışlı evdir. Yəni burada da ayrıca bir otaqdır. Burada bu geniş balkonudur. Buradan gəldi. Burada bir dənə qəşəng səliqəli zalı var. Zalın ölçüsünə bax, çox böyükdür. Zalında 2 pəncərə var. Yəni zalın ölçüsü həqiqətən qəşəngdir. Yəni normal qiymətədir. Vallahi 36 min manata buranın torpaq qiymətinə ev satılır da elə bir. 5-5-in 20. Burada sotu 5 min manatdır. Ən aşağısı onu tapsın. 5-6 min arasıdır. Torpaq qiymətinə ev satılır. Yəni evi istəsən bir dənə də həyətdən ev tikə bilərsən. Qoşadaş evdir. Ya da biraz əl gəzdir. Olsun sənin üçün tam təmirli ev. Torpaq qiyməti. Biraz əlim yanında satır deyə bu qiymətdəndir. Burada pəncərəni yana aça bilərsən. Yanına xodu var. İstədiyin kimi aça bilərsən yana xodu. Dən keçək o bir otaqdan da tanış olaq. Prosta əlim yanını satır deyə bu qiymətdir. Yəni beləncə buranın torpağın qiyməti elə bu qiymətdir. Burada da bir dənə delçika otaqdır. Bura prosta biraz təmirsizdir. Ara kəsmələr 3 daşdan tikilibdir demək olar. Yəni bu qiymətə görə vallahi ideal qiymətdir. 36 minə bugünkü günə nə verirlər heç nə. Yəni alıb biraz əl gəzdirib rahatlıqdan yaşaya bilərsən. Deyim sənin lüks təmiri var, yox, amma qəşəngdir. Yəni qalası ev deyil də, ya əlaqə saxlayın. Belə qiymət evlər tez vaxtda satılır. Yəni kim istəyirsə əlaqə saxlasın, yoluna qalın. Sağ olun.